Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin əmə ba'd. Allah'ın müvəffəqiyyəti ilə Umdatul Əhkam kitabının şərhini oxumaya davam edirik. Gəldik namaz babına, namaz bölümünə. El-Hadisul Əvvəl. Namaz bölümündə birinci hədis. An Əbi Amrin Əş-Şeybani və ismuhu Sa'd ibn İyas. Abu Amr Əş-Şeybani rahimehullah, onun da adı deyir Sa'd ibn İyasdir. Deyir ki: Həddəsəni sahibu hədihid-dar. Mənə deyir, bu evin sahibidir, rivayət elədi. Əlini işarə edir, evə göstərir. Bu evin sahibidir, mənə rivayət elədi ki: Və əşərə biyedihi ilə dəri Abdullah ibn Məs'ud radiyallahu anh. Əli ilə nədir? Abdullah ibn Məs'ud radiyallahu anhın evinə işarə edir. Abdullah ibn Məs'ud radiyallahu anhın evinə işarə edir ki, bu evin sahibi mənə deyir, rivayət elədi ki, dedi ki, Səəltun Nəbiyyə sallallahu aleyhi və səlləm. Mən deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşdum ki, Əyyul əməli əhəbbu ilallah. Allaha ən sevimli olan əməl hansıdır? Qal, əs-salatu alə vaktihə. Vaxtında qılınan namaz. Bax, namaz demir ha, baxın. Vaxtında qılınan namaz. Qultu thumma ey. Dedim ki, sonra bəs nə? Namazdan sonra. Qalə, birrul valideyn. Valideynlərə yaxşılıq. Qultu thumma ey. Dedim, bəs ondan sonra nə? Dedi ki, qal, əl-cihadu fi səbilillah. Allah yolunda olan cihad. Qal, həddəsəni bihinnə Rasulullah sallallahu aleyhi və səlləm. Bunları mənə Allah Rasulü sallallahu aleyhi və səlləm danışdı deyir. Dedi. Kim deyir bunu? Abdullah bin Məs'ud radiyallahu anh. وَلَوْ اِسْتَزَدْتُهُ لَزَادَنِي. Əgər deyir, mən artırsaydım, o da artırardı. Sümmə ey, o da artırardı deyir. Bu hədisi İmam Buxar rahiməhullah rivayət edib 527-ci hədisdir. Müslim rivayət edib 85-ci hədis. Deməli, burada Peyğəmbər sallallahu aleyhi və səlləm deməsi ki, əs-salatu alə vaktihə, ən birinci soruşanda, ən sevimli, Allaha ən sevimli olan əməl hansı? Dedi ki, əs-salatu alə vaktihə, vaxtında qılınan namaz. Bu deyir, ona deyir, dəlalət edir ki, nasdır da, nas olaraq, dəlil olaraq, nas olaraq deyir. Ona dəlalət edir ki, ən fəzilətli əməl namazdır. Namaz əməllərin ən üstünü, ən fəzilətlisidir. Sonra deyir ki, qultu thumma ey, dedim ki, sonra hansı? Qalə birrul valideyn, dedi ki, valideynlərə yaxşılıq. Bu da deyir, Allah Azza və Cəllənin Quran-ı Kərimdə bir çox yerlərdə tövhidlə valideynə yaxşılığı bir yerdə gətirməsi. Yəni, baxarsan ki, Quran-ı Kərim bir çox yerdə Allah Azza və Cəllə tövhidi qeyd edir, ondan sonra valideynə yaxşılığı. Bu da deyir, Allahın haqqından sonra ən təkid edilmiş haqlardandır valideynlərə yaxşılıq. Allahın haqqı nədir? Ona ibadət edib, ona heç bir şey şərik qoşmalıq. Allahın tövhidini gerçəkləşdirmək. Ondan sonra ən təkid edilmiş haqq nədir? Yəni, məxluqların içərisində haqlardan valideyn haqları. Sonra deyir, qultu thumma ey qaləl cihadu fi səbilillah. Dedim ki, sonra hansı? Dedi ki, Allah yolunda deyir, cihad. Bu da deyir, əhl-i sünnə vəl cəmanın məzhəbinə görə ona dəvət edir ki, əməllər həqiqətən fəzilət baxımından bir-birindən üstündür. Hamısı bir mərtəbədə deyil. Bir-birindən üstündür, fərqlidir. Bu naslardadır, bu kimi naslardadır, ona dəlalət edir. Bu kimi indi oxuduğumuz kimi naslar, dəlillər ona dəlalət edir ki, əməllər bir dərəcə deyil, fərqli-fərqlidir. Mərtəbə-mərtəbə, bax, namaz, valideynə yaxşılıq, cihad və belə davam eləyir. Və həmçinin burada əqidə məsələlərindən biri var, o da Allah Azza və Cəllənin məhəbbət sifətinin isbatı var. Allah Azza və Cəlləyə deyir, hansı əməl sevimlidir? Səhaba sual verir. Əgər belə bir şey olmasaydı, Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, tövbə elə. Bu nə sözdür sən deyirsən? Allah Azza və Cəllə sevgi nisbət eləmək olmaz. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm ona nəinki inkar, əksinə isbat elədi. Dedi ki, Allahın sevimli əməl nədir? Vaxtında qılınan namazdır. Vaxtına qılınan namaz Allahın sevimlidir. Bu da deyir, ona dəlalət edir ki, Allah həm sevir, yuhibbu və yuhabb. Həm sevir, həm sevilir. Allah həm sevir özü və sevilir qulları tərəfindən. Və həmçinin buna Quran və sünnə dəlalət edir. Bu da deyir, əhl-i sünnə və cəmanın məzhəbidir. Əhl-i sünnə və cəmanın yolu, əqidəsi budur yəni. Amma cəhmiyyələr və əşarilər nədir?
bunun əksinə. Onlar inkar edirlər bunu. Allah onlara hidayət eləsin. Və bu sözünə ki, gəldikdə وَلَوْ اسْتَزَدْتُهُ لَزَادَنِي mən deyir, artırsaydım, o da deyir, mənə artırardı. Yəni, suallarımı artırsaydım, cavabları artırardı. Bu da deyir, ona deyir, dəlalət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onun elm tələb edən biri olduğunu bilirdi. Abdullah ibn Məsudun. Ona görə, yəni, elm əhli olduğuna görə onu məlumatlandırırdı. Onun suallarına, hamının sualına cavab verirdi. Amma burada artıq Abdullah ibn Məsud buna yəqin halda deyir. Əgər artırsam, o da artırar deyir. O da deyir, Peyğəmbər sallallahu aleyhi və səlləmin bunu bilməsinə görə idi ki, yəni o bu şeyin əhlidir.